Welcome to Jordan. Thank you. Şükran Həbibi, şükran. Bir dənə də verirlər. İstəmirsənsə belə edirsən. İordaniyalı dostların evindən çıxırıq. Onlar dedilər ki, burada çox qonaqpərvərdir və hər şeylərini verməyə çalışırlar ki, This is Lebanon. onların traditional, yerli yeməkləridir buranın. Hətta dron gətirmişəm, dronu gizlətdim. Deməli, bütün əşyaları çıxardandan sonra, baxandan sonra axşam qalaq burada, İordaniyada. Ondan sonra səhər elə tezdən çıxar, çünki gecə biraz təhlükəlidir Suriya. Sabahınız xeyir olsun. Bu gün ayın 22-sidir və biz hal-hazırda Jordandayıq, yəni İordaniyadayıq. Deməli biz nə etdik? Bildiyiniz kimi Dubaydan çıxmışıq. Getdik Səudiyyə Ərəbistanına. Səudiyyə Ərəbistanda Riyad şəhərində olduq. Riyad şəhərindən çıxdıq, gəldik İordaniyaya. Biz elə təsəvvür eləyirdik ki, İordaniya, yəni hardasa 700 kilometr falan olacaq. Amma sən demə, Səudiyyə Ərəbistanla İordaniya sərhədindən Suriya və İordaniya sərhədinə sadəcə 160 kilometr falan idi. Biz dünən axşam tərəfi oradan elə çıxdıq. Düzdür, biraz İordaniya sərhədində qaldıq. Çünki nəyə görə? Deməli, orada kamera var məndə, təbii ki, bütün mən gətirmişəm kameramı, hətta dron gətirmişəm, dronu gizlətdim. Çünki bu bölgədə, yəni Orta Şərqdə biraz, təbii ki, bütün dünyada belədir, amma burada biraz müharibələr falanlar olduğu üçün dron məsələsi biraz təhlükəlidir və sərhəddən keçişi biraz çətin olur. Amma mən elə bir dron seçmişəm ki, bu dünya standartlarına görə biraz, belə deyək, tam professional deyil. Yəni bunun icazəsi var. Həm çəkisi azdır, həm də ki, yüksəklik, uçması çox aşağıdır. Ona görə də o qədər də təhlükə olmayacaqdı, mən belə güman edirəm. Amma yenə də onu gizlətdim. Kameranı gördülər, kameranı göstərmək istəmirdim əslində, amma yenə də kameraya görə qaldıq. Yəni belə çox abartdılar. Nəyə görə? Çünki birinci custom orada, yəni gömrük idarəsi var. Orada birinci gəlirlər, keçirsən Səudiyyə Ərəbistanı çıxandan sonra keçirsən İordaniya sərhədinə, orada maşınlarla gözləyirsən, maşınları tökürlər bir-bir və maşınlardan bütün əşyaları çıxardandan sonra onlar yoxlayırlar, baxır bir-bir içini açır, yoxlayır. Məndə açdı, yoxladı, gördü ki, deməli bu kamera var. Yes bro. After. Deməli, bütün əşyaları çıxardandan sonra, baxandan sonra gördülər kamera və dedi, yazdı ora nəysə, dedi ki, customda gömrük idarəsinə ged, orada həll eləsinlər. Nəsə ora getdik, o başqa birisinə göndərdi. O götürdü, polisin yanına apardı. Polis apardı başqasının yanına. O polis apardı bir başqasının yanına. Bir idarə edib belə. Oturduq orada. Bütün detalları götürdülər, içini açdılar, baxdılar, nə çəkirəm, nə inirəm. Ondan sonra kameranın modeli, yaddaş kartı, ondan sonra deməli içində olan şəkillər, hamısının şəkillərini çəkdilər. Mən nə işlə məşğulam falan filan, hamısını çəkdilər və göndərdilər. Deməli böyük bosslarına göndərdilər ki, icazəsini alsınlar. Nəsə gözlədi orada yenə də bir yarım saat falan. Nəsə cavab gəldi ki, ok. Ondan sonra çıxdıq. Çıxıb gələndən sonra hardasa 160 kilometr sürdü, gəldi ki, Suriya sərhədinə. Dedi ki, orada biz qalaq gecəni. Çünki Suriya sərhədində, belə deyək də, gömrük idarəsi Suriyada bağlanır. Axşam saat 6-dan səhər 6-ya qədər. Suriya sərhədi səhər saat 6-da açıldığına görə biz dedik ki, axşam qalaq burada, İordaniyada. Ondan sonra səhər elə tezdən çıxar, çünki gecə biraz təhlükəlidir Suriya. Nəsə gəldik, bir otel tapmışıq. ChatGPT-yə soruşduq ki, bir otel bizə məsləhət bilsin, tam sərhədə yaxın. Nəsə gəldik ora bir, sən demə oteldir, lakin belə hostel kimi bir oteldir. Gəldik, nəsə tapa bilmədik oranı. Qayıtdıq geri qayıdanda orada bir market var idi. Şaurma, belə deyək, şaurma yanında market falan belə. Dedik oradan bir soruşaq. Soruşanda inanırsan ki, insanlar çox belə qonaqpərvərdir. Gülərüz, çox belə yaxşı insanlardılar. Dedilər, sən gəl bura, problem yoxdur, siz bizim qonağımızsınız. Hə, yəni bizə şaurma verdilər, otuzdurdular. Ondan sonra da bir qardaş var idi. Dedi, gedirik bizə. Dedim, şişa falan, gəldim şişa içdim burada, qəşəng.
Yəni dedi gedək bizə, hamımız da oturacağıq, şüşə çəkəcəyik, danışacağıq, söhbət eləyəcəyik. Nəsə gətirdilər bizi bura. Gecə qaldıq burada, sağ olsunlar. İndi səhər elə bir durmuşuq. Dedilər ki, bir gündə qalın burada. Biz sizə Yordaniyanı göstərək. Yordaniyanın gözəlliklərini göstərək, qəşəng tarixi yerlərini göstərək. Dedi, 12 ayın içində bu ay, aprel ayı ən gözəl aydır ki, Yordaniyaya gəlmək üçün. Həm yamyaşıldır, həm havası çox isti deyil. Axşam biz donurduq, təsəvvür eləyin. İndi görürsünüz belə bir şey geyinmişəm. İçəridə kondisioner yanır, isti vurur kondisioner. Amma çöl biraz artıq belə indi saat hardasa 9-10-dur. Günortaya doğru getdikcə biraz istiləşir. İndi biraz normaldır. Hə. Yəni ki, havası çox qəşəng, ləzzət elədi mənə. İndi biz qərar verdik ki, qalaq burada bir gecə də. Sabah səhər tezdən çıxıb gedəcəyik biz Suriyaya. Amma bu video deməli Yordaniya haqqında olacaq. Biz gedib gəzəcəyik bu gün. Müxtəlif tarixi yerlərində olacağıq. Təbii ki, dünyanın 7 möcüzəsindən biri də Yordaniyadadır, bilirsiniz. Petra. Sadəcə Petraya biz gedə bilmirik, çünki buradan 400 kilometr uzaqlıqdadır. Və Petranın ərazisində çox qəşəng yerlər var. Çox əla yerlər var, amma Vadi Ram, başqa ərazilər, Ayla falan bunlar bir ərazi yerləşir. Deməli o ərazi tam bir turistik ərazidir və çox qəşəngdir. Lakin biz buradan ora getmək üçün 4 saat, 5 saat vaxt tələb eləyir. Ona görə deyək ki, biz getməyə elə ətrafda olan 20 kilometr, 50 kilometr uzaqlıqda maksimum gedə bilərik. Ona görə bu video sadəcə Yordaniya haqqında olacaq. Bütün getdiyimiz yerləri çəkəcəyik. Həqiqətən mütləq şəkildə əgər maşınımızla və yaxud da ki, Orta Şərqə belə deyək, Orta Şərqə travel eləmək istəyirsinizsə, harasa getmək istəyirsinizsə, mütləq şəkildə gəlin siz Yordaniyaya. Yordaniya çox qəşəngdir. İnsanları superdir. İnan ki, çox qonaqpərvərdirlər, məni ləzzət elədi. Belə, necə deyim, ürəklərini çıxardıb verərlərdi. Özləri də deyir ki, biz deyir, sifətimiz deyir, biraz belə asılıq olur, amma deyir, qəlbimiz deyir, çox təmizdir də, deyir, qəlbimiz ağır. Üzümüz qaradır, qəlbimiz ağır. Yəni belə. Ona görə də bu videoda sadəcə Yordaniyanı görəcəksiniz, qəşəng yerlərini və sona qədər izləyin. Bu yolculuğumuz həqiqətən çox yaxşı oldu. İlk başlanğıcı biraz xoşagəlməz oldu, stresli oldu. Yəni maşınla bağlı problemlərimiz çox oldu, amma hər işdə bir xeyir var. İnanın ki, əgər həyatınızda hər hansı bir şey yanlış gedirsə, səhv gedirsə, sizin istədiyiniz kimi getmirsə, inanın ki, orada bir plan var. Allahın orada bir planı var. Yəni, bunun bir hikməti var. O, siz yaxşı düşündüyünüz ola bilər ki, sizin üçün yaxşı deyil. Ona görə də Allah bu yoldan sizi sınayır ki, görək bəndən nə edəcək və yaxud da ki, ondan daha yaxşı sizə günləri göstərmək istəyir. Həyatınızda hər hansı bir sıxıntı varsa bu dəqiqə, səbirli olun. Çünki hər gecənin bir səhəri var. Hər qışdan sonra bahar gəlir və ona görə də bunu belə düşünün və biz bu minvalla gəldik həqiqətən. Səfərimiz xoşagəlməz başlasa da, inanın ki, çox qəşəng davam edir. Çox gözəl insanlar qarşımıza çıxır. Çox qəşəng yerlərə gedirik. Heç bunu biz plan eləməzdik. Yenə deyirəm, siz nə qədər də plan eləsəz, Allahın planı başqadır. Ona görə də gərək ki, elə yaxşı insan olmaq lazım ki, yaxşı insanlar sizin qarşınıza çıxsın. Hələ video davam edir. Bu video da uzun olacaq. Sona qədər izləyin. Və kanala hələ də abunə deyilsəniz, zəhmət olmasa abunə olun. Dodağımda belə bir yaralar çıxıb. Düzdür, Dubayda olanda bu çıxdı. O ki, gecə insan yatanda ki, belə qorxu olur, nəsə bir şey. Və yaxud da ki, mən qızdırmam var. Bir gün dəhşətli dərəcə qızdırmam oldu. Ondan sonra bu yaralar çıxdı. Və təbii ki, yolda olanda biraz o immunitet o qədər də şeydə olmurdu. Ona görə də nəsə sağalmayıb. Yəni 3-4 gündür sağalmayıb. Yəni, bunu gördülər, dedim, bəs belə bura nə sürtmək olar. İndi mənə belə bir krem verdi. Dedi ki, nənəm deyir, bu deməli 6 qardaşdılar bu ev. 6 qardaş.
Bir qardaşı evlidir, 5 qardaş evli deyil. Nəinki çox yaxşı insanlarla belə ləzzət eləyir də. Hər qardaşı öz dostlarını çağırır ki, qonaqlar var, gəlin görün. Yəni bir-bir də belə. Deməli, deyir nənəm hazırlayır bunu. Ərəb təbii ingrediyentlərdən hazırlanır. Buranın da yəni ərəb ingrediyentlərindən hazırlanır. Bu deyir bütün hər şey yaxşıdır. Deməli, deyir əgər əzələ ağrıları varsa, diz ağrıları varsa, ondan sonra deyir məsələn buna vura bilərsən. Üzdə olan aknelərə yaxşıdır. Ondan sonra günəş yanğınlarına yaxşıdır. Əgər əlvi yandırırsansa, odda yandırırsansa, onlara bir gün deyir sür, ondan sonra konkretdir gedir. Yəni çox qəşəng bir şey. Deyir satırıq deyir biz əslində. Deyim bəs alım da mən bu sistem bunu. Deyir mümkün deyil. Yəni bunu sizə hədiyyə verdim. Yəni sağ olsunlar. Belə bilməz. İndi istifadə yemək indi zavtraq gəldi. Yeməkdən sonra bunu istifadə edəcəm. Bir də mən göstərim sizə. Baxın. Səhər yeməyidir. Bu da çörək. Çox qəşəng göstərir. All this is making at the home. Hamısı Making at the home. hamısı evdə hazırlanırdır bunlar. Heç birini almırlar da yəni şeydən, marketdən. Çox qəşəngdir. İndi zavtraq eləyəcəyik biz, ondan sonra gəlib İordaniyanın gözəl yerlərini gəzəcəyik inşallah. İzləmədə qalın. علي İndi deməli ضبيت فطور غطيه عن الذباني احمد صحي ها Azad hələ yatır. خلاص ما عليه Azad hələ yatır. Biz yemək yedik, səhər yeməyi. Səhər yeməyi çox ləzzətli idi də, həqiqətən. Çox ləzzətli. Həyətlərində olan xurma, həyətlərində olan zeytun. Give Ali your cigarette. Okay. Give for Ali. Ali is coming. Come, stay. No, He's no. coming, Ali. Ali is coming. Ali دخانك. Give Ali 2 seconds. خلاص give me. Your. Give me your hand. Hə, deməli səhər yeməyini yedik. Həqiqətən çox ləzzətli idi. Nə eləyirlərsə, nə düzəldirlərsə, səhər yeməyində nə var idisə, hamısı evdə hazırlanıb. 2-3 cür pendir idi. Ondan sonra zeytun. I'm driving for you because you're video. Okay, kom. Ha, indi şey dedi ki bir dənə ətrafa baxın. Bir dənə ətrafa baxın. Görün nə qəşəngdir. Yamyaşıl, zeytun ağacları dolu. Orada qoyunlar məliyir. Belənçinə. Bu bizim maşınımız. Bu da ev. Çox qəşəngdir ev. İndi gələcəyik biz bir 10-15 dəqiqə buranı gəzəcəyik. Qəşəngdir, görməli yerlər var. Oranı deyir 5-10 dəqiqə gəzək. Gələk Şişa təzədən nargilə çəkək. Ondan sonra Azadın qalxmağını gözləyəcəyik. Azad yuxudan oyansın. Çox yatıb Azad. Azad yuxudan oyansın. Ondan sonra gələcəyik biz hardasa 20 kilometr, 30 kilometr aralıqda olan gəzməli, görməli yerlərə, İordaniyanın tarixi yerlərinə. Hər həyətin özünün yəni zeytun ağacları. Burada deyir ən çox üzüm də yetişir. Deyir İordaniyada belə deyək də şərab hazırlayırlar. İordaniya şərabının üzümləri demək olar ki 50%, 60% bu kənddən təmin olunur. Baxın, hamısı zeytun ağaclarıdır. Deyir burada zeytun biznesi çox yəni yayılıb. İnsanlar deyir qəşəng pul edirlər. Baxın, hər yerdə zeytun ağacları. Deyir biz deyir o qədər də şeyləmirik, satmırıq. Amma çox insanlar deyir zeytunun alışını, satışına məşğuldurlar. Yağını düzəldirlər, satırlar, özünü turşuya qoyub satırlar. Belə deyən biznesinə məşğuldurlar. Amma deyir biz özümüz şey deyirik,
Ancaq özümüz istifadə eləmək üçün. Evlər çox qəşəngdir, yəni maraqlı evlər var. Ən önəmlisi odur ki, insanları çox yaxşıdır həqiqətən. Çox qonaqpərvər. Yəni insan sadəcə ona baxırsan da, yəni This flower is very nice. yeah. Yəni bir yerə gedəndə həqiqətən insanın ən çox yadda qalan şeyi insanlar olur da. Yəni insanların davranışları, insanların sənə qarşı olan hörməti, sayğısı həqiqətən insan yaddaşında qalan bir şeydir. Və mənə Yordaniyadan ancaq yadımda qalan xatirələr ancaq insanların həqiqətən də çox yaxşı olmağı, çox yaxşı davranmağıdır. Yəni mən bilmirəm də, yəni bunlar həqiqətən də insan belə bəzən qalırsan belə ki, Look to yəni this, the block. Oh, Ne? this is the making the block. Look to this. Ah. No, no. okay. For construction. Yes. Okay. İnsan bəzən belə qalır, deyirsən ki, yəni həqiqətən də bu nəyə görə belə edirlər? Bunlar yəni çox sevirlər, qonaqpərvərdirlər. Əllərində nə varsa hamısını paylaşmaq istəyirlər. Yəni evlərində nə varsa istəyir, hamısı sənindir, yəni problem yoxdur. Yəni həqiqətən çox yaxşıdır. Ərəblərdir bədəvi ərəb. Ərəblər bu bədəvi ərəblərdir deyir, biz bədəvi ərəblər elə bir köç eləyən ərəblər olub da bilirsiniz. Amma deyir hal-hazırda o köç eləmək adətən nəsə artıq yoxdur. Amma yenə də deyir o bədəvi ərəblərdə misal üçün o ki qoyunlar, quzular, belə mal-qara, ondan sonra dəvələri var idi və böyük, yəni sürü halında. Artıq deyir məkan dəyişmirlər, sadəcə artıq qalıcı olaraq qalırlar, amma yenə də təbii ki kökləri oradan gəlir. Bir dənə buna baxın, yamyaşıl. Çox qəşəngdir. Yəni təbiidir də bunlar, belə yəni artificial deyil. Geridə qaldı bir dənə üzüm bağı, deyir şərab şirkəti, bir dənə şərab şirkəti gəlib alıb oranı. İndi oranı əkirlər, təzədən əkirlər. Bu zeytun ağaclarıdır. Solda da bir şey dedi, amma başa düşə bilmədim bu nədir, amma onu internetdən göstərəcək, baxacam, biləcəm nədir. Çox böyük ərazidir. Oh my god, oh my god. I'm stopped in this because Yes. Ayda gör nə qəşəng yerlərdir bura. Super. İndi gəlmişik biz Suriya ilə sərhədə. Qaqam dedi ki, gedirik Suriya ilə sərhəd, çox qəşəngdir buralar. Kaktus var burada, ondan sonra yenə zeytun bağları var. Çox yaşıllıqdır da buralar. Mən elə bilirdim ki, Yordaniyada, yəni səhradan ibarətdir sadəcə. Amma həqiqətən, yəni torpağı çox qəşəngdir. Yəni qara torpaq kimidir belə. Nə istəsən yetişir də. Yamyaşıldır buralar. Superdir. They are my friend. So, say something. Something. How are you, Saleh? Amazing. Something. How are you, Saleh? Amazing. Thank you guys. Thank you. They are so good. They are so good. And very kind people. Very, Welcome very to kind. Jordan, Very Saleh. humble. To Very. Jordan, welcome to Thank Jordan. you so much. Thank you so much, guys. Welcome to I Jordan appreciate. غير سرحان. Welcome Thank to you. Jordan غير سرحان. Thank you so much. Thank you. I appreciate. Thank you. Thank you. Hal-hazırda biz gecələdiyimiz bu Yordaniyalı dostların evindən çıxırıq. Onlar dedilər ki, burada tarixi ərazilər var, tarixi yerlər var. Osmanlı dönəmindən qalma, Roma dönəmindən qalma, Yunan dönəmindən qalma, çox qədimi tarixi 1000 ilin, 2000 ilin əraziləri var. Biz oraya gedəcəyik. Fotokameranı götürdüm. İndi təbii ki, Yordaniya vlogu fərqli videoda olacaq. İnşallah elə bu videodadır. Və o birisi videoları da izləmək üçün kanaldan baxa bilərsiniz. Dubaidən çıxdığımız video, başımıza nələr gəldi, Səudi Ərəbistanda başımıza nələr gəldi, onlar da başqa videoda olacaq. İndi isə biz öz maşınımızla, bir də ki, o birisi orada da bir dörd göz var, Mercedes, 2 maşın gedirik. Hardasa dedilər, bir
15-20 kilometr uzaqlıqdadır dedikləri ərazi. Ora gedəcəyik. İordaniya səfəri həqiqətən çox qəşəng keçir. İnsanlar əladır. Təkrar bunu yenə deyirəm mən. İnsanları çox qəşəngdir, çox qonaqpərvərdir və hər şeylərini verməyə çalışırlar ki, qonaqlarını məmnun eləsinlər. Super. İndi biz gedirik o tarixi yerlərə. Dediyim kimi 2 maşın biz artıq yola çıxdıq. Qabaqdakı maşını takip edirik. İndi Eyvallah. Vallahi فتحنا المطبخ. خلصنا حاجة. yenə bir dənə tarixi şəhərə gəlmişik. Buralar hamısı UNESCO-nun qoruması altındadır. Və biz çatdıq bu əraziyə. Çok güzel değil mi? Tabii, Çok beğendim. çok iyi. Bütün koskocaman bir kale şu an. Deməli, burada plan göstərir. Yəni, bu şəhərin planıdır. Bu Bizans dövlətindən, ondan sonra Osmanlı dövlətindən qalma, təbii ki, yazılardır, köhnə yazılar. Nabati language. This is Nabati. language. Nabati, Nabati language. Anbat. This is a language Anbat in the past. Ambat. This is a language. Anbat living in this and the Batra. Anbat living in this, living in this and Batra. Okay. This is your language. This is their language, okay. Yes. Come with me for the music. Ajit, Və bura come isə with me for the music. muzeydir. Yes, in this place. Və dediklərinə görə burada 7 generation yaşanıb. Yəni 7 dənə nəsil yaşayır burada. Bu da qədimdə xanımların geyindikləri geyim forması. Bu sırğalarıdır. Gold earring. Qızıl sırğa. Loom weight, bunu bilmirəm nədir. Attached to household industry. 3 glass fragment. 3 dənə deyir şüşədən yaradılmış bir əşya. This is exercise of the girls Yes. or women in the past. Yes. Cıvaları. Yes. Makeup applicator. Makeup. Yes. This is This- makeup in the face. Yes. Kuhul and Your eyes. Yeah. Makyajlarını saxladıqları qab budur. Və yanındakı da make-uplarını, yəni kosmetikalarını sürdükləri qələmlər. İndi hal-hazırda qızların Sephora-dan, o fərqli yerlərdən aldığı şeylər cəmaət burada özləri düzəldirmiş. Bunlar hamısı deməli sümükdən hazırlanıb. This is a spoon. Yes. Yes. And This is a classes for makeup. This is a classes. bu da güzgüd. Mirror makeup palette. Bu da güzgüdür make-up üçün. Bəli. Bu ərazi həqiqətən çox böyükdür.
yaşayış məskənləri həqiqətən də çoxdur. 18-ci əsrə aid evlərdir. Deməli, eramızdan əvvəl Nəbatiyən, sonra Romanlar, 500-cü ildə Bizanslılar, 500-1000-ci il arasında Ummeyyət Abbasilər, 1000 ilə 1500 il arasında Mamluklar, 1500-2000 illər, yəni Ottoman 1922-ci ilə qədər Osmanlılar, 2000-dən sonra isə modern. Yəni 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5, 6, 7. Yəni burada 7 generation olub. İçməli su qaynağı olub burası. Dallas. Whoa. Hurry up, yes. Quyudur nəsə və körpü də salınıb üzərində. This is a swimming. Come, Lucy. This is swimming. This is for swimming in the past. Come see. Okay. Burada hovuz. Oranı elə bir səhv salmışdı. Bura isə əvvəllər insanlar çimişirlərmiş burada. Hello, brother. Now, no swim. No, not swimming in the past. Yes. Yəqin ki, bu da heyvanlarını. It's for hayvan? Hayvan? Bu da heyvanlar. The sheep in the past coming in this is for drinking. Yes. For drink. In the past, the sheep coming in this for drink. Qoyunlar gəlib buradan su içirmişlər heyvanlar üçün. Biz bu qədim ərazini, qədim tikilləri ziyarət elədik. İndi isə gedirik evə və yemək yeyəcəyik, ondan sonra şişa çəkəcəyik. Ondan sonra da biraz yatıb istirahət eləyəcəyik. İordaniyadan olan video hələ də davam edir. Thank you. Şükran Habibi, şükran. Şükran. Welcome to Jordan. Thank you so much my brother. Thank you so much my brother. Thank you. Welcome to غير سرحان. شو Jordan غير سرحان. Welcome to Sirhan. Yenə biz gəlmişik. İndi başqa bir evə qonaq gətirdilər bizi. Demək Usama dedi ki, dünən gəlmişdi. Welcome. Thanks. Deməli gəldi indi bura. Usama gilə. Kofe. Bu gələndə elə gələn kimi kofe verirlər. Deməli kofe içib qutarandan sonra içib qutardın. Əgər istəyirsənsə, uzadırsan belə, bir dənə də verirlər. İstəmirsənsə belə edirsən. Yes. Belə edirsən, demək ki, mən istəmirəm, artıq bu yetərlidir. Yes. Gəlirlər götürürlər. Bunların adət-ənənəsi budur. Yəni kofe, bu təzə gələndə, yəni birinci bu welcome drinks kimi də elə qarşılama içkisi kimi bunu verirlər. Belə. İndi bizə yemək bişirib Usama özü. Dedi ki, sizi qonaq çağıracağam bugün. Öz yemək bişirib, indi yeməklər çox dadlıdır həqiqət. Hamısı özləri, yəni əkib biçirlər, öz həyətlərindən olduğu üçün çox dadlıdır da. Ətləri özləri, misal qoyun-quzu saxlayırlar falan. Ona görə çox ləzzətlidir. İndi səbirsizliklə gözləyirik. İordaniyanın milli yeməyini bişirəcək bu gün bizə. Deməli, adət-ənənələrini deyirlər. Deməli, biz burada oturmuşuq da, yəni çox adamlar var belə. Deyir, təzə girəndə içəri kimsə. We say go الغنمين. Go it. Yes. Go it. Yes. Go it. Go it. Don't stand up. Don't stand up. Yes. When a lot of people, A lot of Exactly. when little people, salam Salam alaikum, alaikum, salam salam. alaikum, salam alaikum. Exactly. One by one. Yes. This is my traditional. Tradition. Okay, Yes. Jordan tradition. Yes. Jordan traditional. Deməli bu Why, məclisə belə gələn olanda elə bir çox adam var indi burada. Bir 10 nəfər var. What? Qul why qammi that- deyiləndə elə bir ki salam hamıya salamda elə ki salamun aleykum deyirlər. Elə Why happy? Why Qul happy? qammi. Burada da biz deyirik ki go it. Yəni ki hamıya salam.
Yoxsa gəlib deyir az adam olanda 2 nəfər, 3 nəfər bir-bir salam əleykum desə, onda deyir artıq How biraz travel qalxırsan today? hörmət How əlaməti travel olar. today? Amma bu halda qoyulğanmı deyiləndə qalxmağa ehtiyac yoxdur. When I give you coffee and he put in land, this mean شو يقولوا لها انه طلابه انه بدك اشي Need think. you need think you need anything Ah. and put coffee in the land. Okay. This mean is you need think. Bana çevir ben anlatayım. Okay. Yes, my traditional. Okay. Me tell you drink درينك your coffee and your think And give I give your thing. anything. Your ask. Anything. Your ask think I give you. Okay, got it, got it. Drink Good. your coffee. Adət, adət. Yes. Drink Adet. your coffee Traditional. and give your ask. Okay. Okay. Yes. İstersen çevir ben Türkçeden anlatayım sana. Bana çevir direkt. Şimdi kahve verildiği zaman Jordan'da, yurdunda kahveyi verdiği zaman elinde tutmadan yere bırakırsan benim bir şeye ihtiyacım var anlamına geliyor yani. Senden bir şey istiyorum. Kahveyi veren kişiye senden bir şey istiyorum demek istiyor. Eğer kişi de anlıyor zaten. Kişi de diyor ki ben senin istediğini yapacağım. Hani kahveni iç diyorsa kahveyi alıp içiyorsan o şu anlama geliyor. Ben senin istediğini yapacağım. Önce kahveni iç anlamına geliyor. Böyle güzel bir gelenekleri var. Bu axşam da bunların traditional yeməkləri var. What's the name? منسف Mansab. Mənsəb. Deyir bunu mənsəf. منسف Mənsəf. Burada This شراب şərab. شراب جميل This لبن. لبن شراب لبن. Deməli belə bir şey gətirdilər. Üstünə çökür. Bu deyir ləbəndir, ləbən. Yes. This is لبن. Onların traditional yerli yeməkləridir buranın. Ayran bu tamam mı yapmışlar adam. Vay be. Sofra kurmuşlar bize. Helal olsun. Welcome to Jordan. Thank you. Thank you so Thank much. you so much. Welcome to Sirhan. Sirhan. Best. Sirhan is best. Thank you. Thank you. تعال